Bugün Allahın bizə əmrlərini çatdıran şəxsin, Allahın yer üzündə ən böyük rəhmətinin bizi tərk elədiyi gündür. Ona görə deyirlər, eşitmişsiniz, deyirlər, Səfər ayı ağır aydır. Səfər ayı niyə ağır aydır? Çünki aləmlərə rəhmət olan Peyğəmbər gedib də bu dünyanı tərk eləyib. Yəni, dünyanı rəhmət tərk eləyib deyə ağır aydır. Deyirlər, sədəqə çox verin bu ayda. Çünki rəhmət dünyanı tərk eləyib. O bir dənə nur idi, gəldi, getdi və iz buraxdı həmişəlik. Onun yerə gəlməsi hadisə idi, yerdən getməsi hadisə idi. Sıradan insanın vəfatı deyil bu. Bu böyük bir hadisə idi. O rəhmətin yer üzünə enməsi də hadisə idi, yer üzünü tərk eləməsi də hadisə idi. O bir tarixi kəsim idi, dövr idi ki, o endi bir dəfə, amma da tarixdə qalmadı da, onun enişi o qədər möhtəşəm idi ki, iz buraxdı tarixə. Bütün varlıq aləmi ondan feyz aldı, o gəldi, yerə qədəm qoydu, yeri şərəfləndirdi. Yoxsa onun yeri yer deyildi. O ərşin sultanıdır, o göylərin ən əzəmətli qonağıdır. O əzəmətli qonaq bu dünyaya qədəm qoyubsa, gözümüzün üstünə qədəm qoyub, o bizə görə gəlib, bizə minnət qoyub gəlib. Və gəlib yorulmadan bizim hidayətimiz üçün çalışıb və çalışmaqdadır. Ona görə ən ağır gündür bugün. Həzrət Əli əleyhissalam elə belə söz deməz ki, onu məzara qoydu qəbrə, əlini çəkdi qəbrinə, dedi ki, ya Rasulallah, innəs səbrə lə cəmil illa ankə. Dedi, ya Rasulallah, səbr yaxşı şeydir, amma sənə aid deyil bu. Sənin müsibətində səbr lazım deyil. Yeri var adam səbirsiz olsun. Bilirsiniz, nə baş verib? Yəni, sən dünyadan məhrum eləmirsən dünyanı bugün. Sən dünyanı tərk eləmirsən. Odur ki, səbir məqamı deyil bu. Ondan sonra deyir ki, innəl fəzəə ləqəbih illa ənkə. Deyir, etiraz eləmək, etiraz o mənada yoxdur, yəni fəryad eləmək. Fəryad eləmək pis bir şeydir, amma sənin müsibətində yox. Yəni, sən tamamilə istisnasan. Sənin gedişin o qədər ağırdır ki, səbr eləməsə yeri var adamın. Sinəsini dağlasa yeri var. Bax, belə, bunu Əli əleyhissalam danışır. Necə dəfn olundu armaq sayı adamla? Bu idi Peyğəmbərin haqqı. O möhtərəm qonağı Allah göndərdi, necə qarşıladılar, necə yola saldılar? Bax, bəşəriyyətin faciəsi bu. Görürsən ki, hələ ürəkdən ağlaya bilmirik, yana bilmirik. Çünki Peyğəmbər hələ də bizim aramızda qərib.